Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala Muhammed ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecmaîn. Allahumme accil velikal ferac. Bəhsimizin bu hissəsində istəyirəm mübarək Qəsəs surəsinin 5-ci ayəsinə də toxunaq ki, bəhsimizlə mövzu ilə çox incə ilə bağlılığı var ki, Əhl-i əleyhissalamın kəlamlarında biz bunun aşkar nümunəsini görəcəyik. Allah mübarək ayədə buyurur ki, Bismillah və nuridu ən nəmunna aləl-ləzînə tu'zifu fil ardı və nec'aluhum ə'immətən və nec'aluhumul varisin. Ayədir ki, biz istəyirik yer üzərində zəif olan, müstəzəf olan ki, həmin o zülm görənlərə mərhəmət edək və onları neynəyək? İmamlar və varislər qərar verək. Mərhum Şeyx Tusi Əl-Qeybə əsərində Əleyhissalamdan belə bir təfsir gətirir ki, ayədə ki, deyilir ki, Həzrət Əleyhissalam buyurur ki, ayədə qəsd olunan kəslər Ali Muhamməddir ki, yəb'asullah məhdiyyəhum bə'də cəhdihim fəyuəzzihum fəyuzillu əduvvəhum. Həzrət deyir ki, həmin mübarək ayədə məqsəd Ali Muhamməddir, aleyhissalamdır və Allah təbarək və teala Əhl-i Beytdən olan İmam Məhdini, yəni onların Məhdisini əziyyətdən sonra, o ki, zillət, məşəqqətdən sonra sizəcək və onları izzətləndirib düşmənlərini isə zəlil edəcək, zəlalətə götürəcək. Və yaxud da Həzrət Əleyhissalamın Nəhcül Bəlağada bir kəlamında var ki, Həzrət bu ayəni qeyd edir ki, dünya bizə qarşı sərt olsa da, sonda bizə ram olacaq və bizə tərəf gələcək. Və necə ki, dişi dəvə deyir, onu sağanı dişləyir, süd verməkdən çəkinir, amma südü öz balasına saxlayır və deyir, sonda da o öz balasına ki, doğru qayıdır. Nəticədə deyir ki, yəni bu dünya da bu cür olacaq. Və imam bunu dedikdən sonra ətfə darusin ələ vələdihə və tələ əqibə zəlik ki, imam bunu deyəndən sonra bu mübarək ayəni, Qəsəs surəsi 5-ci ayəni oxuyur ki, o cürdə biz, indi dünya bizdən əl çəkilibdir, alınıbdır, amma zülm olunubdur haqqımıza, amma sonda yenə də öz sahibinə tərəf qayıdacaq. Yəni bu qeyd edim ki, Rəcət bəhsinə də aid bir bəhsdir ki, bunun çox detallarına girmirəm. İnşallah nəsib olar, o mövzu gəlib çatdıqda bizim bəhsimizə aid, onları da qeyd edərik. Məsələn, mərhum Şeyx Səd Kəmaləddin və Tamam-ı Nimədə də öz sənədi ilə Muhammed bin Həsən el-Xalid vasitəsilə nəql elədiyi sənəddə də qeyd edir ki, gəlir İmam Həsən Əskəri əleyhissalamın birisi xanım Həkimədən nəql olunur ki, İmam Həsən Əskəri əleyhissalamın İmam Zaman Əcəllah Fərəcəhin viladətindən 7 gün keçəndən sonra deyir, xanım deyir ki, Seyyidə Həkimə xanım deyir ki, mən imamın məzhərinə gəldim, salam verib oturdum, imam mənə dedi ki, övladımı gətir, deyir, mən uşağı bir parçaya büküb gətirdim və İmam Həsən Əskəri əleyhissalam ilk dəfə onu qucağına aldı. Sanki ona südüyə bal yedizdirilmiş kimi dilini onun ağız tərəfinə apardı və dedi ki, mənim övladım, danış ki, təkəlləm, yə bu nəyyə, bu cür dedi, fəqal, əşhədu ən la iləhə illallah ki, Həzrəti İmam Zaman Əcəllah Fərəcədi başladı, Allaha şəhadət verdi, Peyğəmbər Salavatıllaha şəhadət verdi, Əli Əleyhissalama və digər pak imamlara salam və salavat göndərdi və atasının adına çatdı, deyir, o ki, atasının adına çatdı, vəqəfə ələ əbihi aleyhissalam və onda diyandı və deyir, sümmə tələ hədihil əyə. Deyir, sonra bu ayəni başladı oxumağa, yəni Qəsəs surəsi 5-ci ayəni imam zikr elədi. Ki, bu da yəni göstəricidir ki, nədir? Haqq, yəni həmin ayətdə məqsəd yer üzərində müstəzəf olub, varis olacaq, imamlar olacaq kəslər kimdir? Əhl-i Beyt aleyhissalam. Və sonuncu da kimdir? İmam Zaman Əcəllah Fərəcək ki, o haqqı geri alacaq. Və yaxud da mərhum Şeyx Təbəsin Dəlal İmamı da gətirdiyi rivayətdir ki,
Əli ibn Həsən əl-Munqəri əl-Kufinin vasitəsilə həmin bu sənəd baxımından ki, mötəbər rivayətdir, gəlir ta rivayət gəlir çatır Salman Farsiyə ki, o da İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhdən buyurdu ki, bəs Allah Rəsulü mənə belə dedi, Allah təbarək və teala bütün seçib göndərdiyi peyğəmbərlər üçün 12 xüsusi xəlifə qərar veribdir, vəsi qərar veribdir. Deyir, mən də dedim ki, ya Rəsulullah, bunu xristiyanlardan və yahudilərdən öyrənmişəm. Deyir, Peyğəmbər sallallahu budur ki, ey Salman, sən onu görəcəksən və sənin kimi olan hər kəs onu görəcək və tam mərifətlə onu özünə vəli və böyüyü biləcək, yəni rəhbər, başçı biləcək. Deyir, Allaha şükür elədim. Sonra dedim ki, ya Rəsulullah, mən onun dövrünə qədər yaşayacağım. Deyir, Həzrət buyur ki, ey Salman, bu ayəni, deyir, Həzrət Peyğəmbər sallallahu İsra surəsinin 5-6-cı ayələrini oxudu ki, ayədə deyir ki, Bismillah deməli, onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdı. Bu vəd yerinə yetirildi. Sonra sizə onların üzərində təkrar qələbə qazandırdıq. Var dövlət oğul uşaq verməklə kömək göstərdik və sadəcə sizi çox etdik. Deyir, mən sevindim, ağladım və dedim ki, ya Rəsulullah, siz də həmin dövrdə olacaqsınız. Deyir, Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, bəli, Muhammədə haqq görən Allaha, haqq olaraq göndəril Allaha həmd olsun. Ki, mən, Əli, Fatimə, Həsən, Hüseyin və 9 imam əleyhimussalam və bizimlə olan və bizim yolumuzda əzablara qatışan şəxslər də orada olacaq. Ey Salman, Allaha and olsun, iblis və onun əsgərləri də həmin gün hazır olacaq. Bütün həqiqi möminlər tərəfindən kafirlərdən qisas alınacaq. Onlar etdikləri cinayətlərin əvəzini ödəyəcək. Allah heç kəsə haqsızlıq və zülm etməz. Və Allah bu ayənin mətnini mütləq həyata keçəcəyini buyurubdur ki, yəni Qəsəs surəsinin 5-ci, 6-cı ayələrini. Ki, deyir, mən Peyğəmbər salavatların məhsəlində dayandım və dedim ki, artıq Salman ölümlə nə vaxt görüşəcəyindən və yaxud da ölümün nə zaman onun sorağına gələcəyindən qorxmur. Yəni, nə vaxt o ilə görüşür. Və mən yübəl Səlman mətə ləqiyəl mövt, oğul mövtu ləqiyəhu. Ki, fərqi yoxdur, nə vaxt ölüm onun sorağına gəlsin, nə də o nə vaxt öləcəyi olsun, fərqi yoxdur, öləcəyi ölümə çatacaq ki, heç bir qorxusu yoxdur. Çünki də bu ona görədir ki, Peyğəmbər salavatla ona şəhadət verir ki, sən axırda nə olacaqsan, yəni dirilib imama qoşulacaqsan, bizə qoşulacaqsan və hətta biz də orada olacaq. Bizimlə xalis möminlər də olacaq və qatı kafirlər də olacaq və qisas alınacaq. Həzrətin də bəyanı budur ki, yəni bu rəcəətə qeyddir. Mərhum Seyyid Bəhrani Əl-Burhan təfsirində də Şeybanidən nəql edilir ki, onun Kəşf-ül Bəyan adlı bir kitabı var. Orada nəql olunub ki, Ruviyyə fi əxbərinə ən Əbu Cəfər və Əbu Abdullah aleyhissalam İnnə həzihil əyə məxsusətun bi sahibil əmr əlləzi yəzhərə fi əxiri zaman. Ki, İmam Baqir və İmam Sadiq aleyhissalamla nəql olunub hədislərdə buyurdu ki, bu ayə axır zamanda zühur edəcək və sahibül əmrə, yəni İmam Zaman Əcəllah fərəcəhə məxsusdur. O zalimları, fironları, hamısını məhv edəcək, şərq və qərb onun hakimiyyətində olacaq, ədalətlə dolduracaq yer üzünü, necə ki, həmin dövrə qədər şərq və qərb zülüm və ədalətsizliklə dolmuşdur. İndi buradan da nədir? Ayətdən də biz gözəl şəkildə başa düşdük ki, həqiqətdə də Allah təbarək və teala o məsumların zahiri zəif olmağına, məzlum olmağına baxmayaraq, sonda onu neyəcək? Haqqı olan mirasa və imamətə çatdıracaq ki, onlar öz haqlarını əldə edib və idarəçilik edəcəklər. Və həmçinin başqa bir ayətə də biz baxsaq, mübarək Quran-ı Kərimin əsas mühüm ayətlərindən biridir. Mühümliyi də buradadır ki, yəni İmam Zaman Əcəllah fərəcəhə bağlılığına görə. Ki, Allah Teala Nur surəsi 55-ci ayədə buyurur ki, Bismillah və ədullahəl-ləzinə əməni minkum və əməlus salihəti. Deməli, sizin aranızda iman gətirib yaxşı iş görənlərə ki, o kəslər ki, neyərlər? Məsələn, mən ibadət edərlər, heç nə mənə şərik qoşmazlar. Onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri ki, xəlifələri edəcəyini və onlar üçün
da Allahın öz bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əminamanlıqla əvəz edəcəyini, dəyişəcəyini vəd etmişdir. Allah vəd edibdir bunu. Və bundan sonra küfr edənlər وَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ Və bundan sonra ki, küfr edənlər var, kafir olanlar ki var, onlar əsl fasiqdirlər. Ki, yəni o küfürlük də burada deməli ayə fasiq edirsə, indi bu detallara çox girmək istəmirəm. Ki, yəni bunlar zahirən İslamda qalır, amma bunların ki küfrü var, bunları fasiq edir. Yəni möminlik nisbətindən çıxırlar. Yəni bu baxımdan da nədir? İndi bu ayə ilə bağlı ki, açıq-aşkar çox incə bir mövzunu çatdırır bizə və biz elə bu ayəni İmam Zaman Əl-Cəlal Fərəcəhin hakimiyyətində dəlil kimi göstərir ki, açıq-aşkar Allah gələcəkdə belə bir hakimiyyətin qurulacağına vəd verir. Allahın vədi də təbii ki, də haqdır. Və tarixdə də aydın məsələ ki, kimsə dəlil gətirə bilməz ki, bəli, belə bir Allahın vəd verdiyi hakimiyyət qurulubdur, yoxdur. Yenə də biz Əhl-i Beyt əleyhissalamın təfsirlərinə baxsaq, məsələn, Əmr ibn Haşimdən nəql olunan hədisdə var ki, deməli elə bil Əmr ibn Haşim nəql edir ki, İshaq ibn Abdullah bin Ali ibn Hüseyn deyir ki, göyün və yerin Rəbbinə and olsun ki, deyilənlər sizin danışdığınız kimi həqiqətdir və ayədə nəzərdə tutulan məna Muhammed sallallahu aleyhi və aleyhi Əhl-i Beytindən olan İmam Məhdinin qiyamı haqqındadır. Bu ayə onun haqqında nazil olubdur. Və sonra deyir İmam Səccad əleyhissalam bu mübarək ayəni, yəni Nur surəsi 55-ci ayəni qirayət edir. Ki, Şeyx Təbəsi rəhmətli bunu ehticazda da gətirib, Şeyx Tusi rəhmətli Əl-Qeybədə də gətirib də 176-cı səhifəsində və s. Həmçinin mərhum Şeyx Təbəsi Məcmuəl Bəyanda da Əyyəşinin təfsirinə istinadən gətirir ki, Raval Əyyəşü بإسناده عن علي بن حسين عليه السلام أنه قرأ الآية وقال هو والله شيئتنا أهل البيت يفعل الله ذلك بهم على يد رجل منا وهو محتي هذه الأمة ki İmam Zeynalabdin əleyhissalam Nur surəsi 55-ci ayənin izahında deyir ki, and olsun Allah, onlar biz Əhl-i Beytin şiyələridir. Allah Teala bu işi biz Əhl-i Beytdə olan bir şəxsin əli ilə həyata keçirəcək. O şəxs kimdir? Bu ümmətin məhdisidir. Əcəlallah fərəcə. O həmin şəxsdir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi onun haqqında deyibdir ki, əgər dünyanın sonuna bir gün qalsa belə Allah Teala həmin günü o qədər uzadacaq ki, bizim Əhl-i Beytdən və adı mənim adımdan olan həmin şəxs hakimiyyətə gəlsin və yer üzünə ədalətlə doldursun. Necə ki, həmin dövrdə yer üzü zülm və haqsızlıqla dolu olacaqdır. Həmçinin mərhum Şeyx Əli ibn İbrahim Numaninin ki, Əl-Qeybə əsərində Əbu Bəsirdən nəql olunan rivayətdə də yenə də İmam Sadiq əleyhissalam bu ayə haqqında deyir ki, həmin ayə nəzilət fil qaim və əshəbihi. İmam Mehdi Cəlallah Fərəcə və onun əshabı haqqında ayə nazil olubdur. Və həmçinin Təvilül Ayət-i Zahirə kitabında da ki, Muhammed İbn-ül Abbas sənədi ilə nəql olunur ki, Həsən ibn Muhammed nəql edir, Muallə ibn Muhammed nəql edir, Vəhşə nəql edir, ta Abdullah bin Sinan qal, səəltü Əbu Abdullah aleyhissalam ən qovlillah əzzə və cəl ki, İmam Sadiq aleyhissalam Abdullah bin Sinan deyir ki, bu ayə haqqında, Nur 55 haqqında sual etdim ki, imam buyurdu ki, ayə Əli əleyhissalam və onun nəsli olan imamlar üçün nazil olubdur və həmin ayədə keçən bu işarə haqqında soruşdum ki, onları özlərindən əvvəlki kimi yer üzərinin varisləri edəcək. Allah Teala bu hissədə qəsd nədir? İmam buyurdu ki, burada qəsd olunan məna İmam zamanın zühur edəcəyi dövrdür, yəni zühur dövrüdür. Və həmçinin təfsir Qummidə də keçən rivayətdə, təfsirdə ki, mübarək ayə ilə bağlı nəzilət fil qaim min ali Muhammedin sallallahu aleyhi və aleyhi ki, deyilir ki, ayə Peyğəmbər sallallahu aleyhi və aleyhi Əhl-i Beytindən olan İmam Məhdi haqqında nazil olubdur. Və həmçinin başqa bir mübarək ayədə Allah təbarək və teala Nəml surəsinin 62-ci ayəsində əmmən yucibul muftarra izə da'əhu və yəkşifus su ki, ayəsi haqqında və yec'aluhum xulafə'əl ardı əiləhun mə'əllah qalilən
mə təzəkkərun. Ki Allah Teala buyurur ki, əli hər yerdən üzülüb çətində qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul edən, şərri aradan aparan, sizi yer üzünə varisi edən kimsə, məgər Allahla yanaşı başqa bir ilah ola bilərmi? Siz niyə az düşünürsünüz? Niyə təfəkkür etmirsiniz? Bu, həmçinin ayənin əvvəli bilirik ki, çox çətin, müşkül hallarda zikr olaraq oxunması tövsiyə olunmuşdur. Həm də nə üçün? Çünki görürük, həm də İmam Zaman Əcəlallah fərcəhə bağlıdır. Məsələn, təfsirlərə biz baxsaq, mərhum Qummi təfsirdə qeyd edir ki, bu mübarək ayə var ki, nəql olunan rivayət var ki, Salih bin Səqəbə nəql edibdir ki, yaxud da Salih bin Uqəbə ki, İmam Sadiq əleyhissalamdan ki, nəzilət fil qaim min əli Muhammedin sallallahu aleyhi və aleyhi huvallah el-mustarru izə sallə fil məqami rük'əteyn və da'allahu fəəcabəhu və yəkşifu su'ə və yec'aluhu xalifətən fil ard. Deyir, İmam Sadiq əleyhissalam buyurdu ki, ayə Ali Muhammedin qaimi İmam Məhdi Əcəlallah fərci haqqında nazil olubdur. And olsun Allaha, o həmin darda olan, çətinlikdə qalan şəxs odur. O zaman ki, İbrahim əleyhissalam məqamında 2 rükət namaz qılacaq, Allaha dua edəcək və Allah da onun duasını qəbul edib çətinliyi aradan qaldıracaq və onu yer üzərində xəlifə qərar verəcək. Bax, mahiyyət ayənin təfsiri budur. Və həmçinin başqa bir rivayət təfsir gətirir ki, mərhum Qummi ki, Əbu Xalid Əl-Kabulidən ki, qal Əbu Cəfər aleyhissalam, İmam Baqir aleyhissalam buyurur ki, huvə vallahu əl-mustarru fi kitabillah fi qovlihi ki, o şəxs ki var ki, o çətin darda olan şəxs Allahın kitabındakı zikr olunubdur. Bu mübarək ayədə Nəml 62-də yəni. Ki, həmin şəxs İmam Məhdi Əcəlallah fərəcəhdir. فيقول أول من يبايعه جبرائيل ثم 313 رجلا ki, birinci Həzrət deyir ki, burada ilk ona beyət eləyən ki, şəxs Cəbrail əleyhissalamdır. Sonra 313 nəfər ona beyət eləyəcək və onun yolunda olanlar imama gəlib qoşulacaq və əgər kim onun yolunda olmasa, öz yatağından hətta özünü çatdıracaq və Əli əleyhissalam belə bu haqda deyib ki, onlar öz yataqlarından hətta yoxa çıxacaqlar. Ki, yəni, yataqlarında olduğu halda həmin müminlər yoxa çıxacaq. Və bu nədir? Quran-ı Kərimdə ki, ayə var, Həzrət Əli əleyhissalam o ayəni zikr edir. Bəqərə surəsinin 148-ci ayəsini. Ki, humul məfqudunə ən furuşihim ki, onlar öz yataqlarında yoxa çıxacaqlar və həmçinin Allah Quran-ı Kərimdə bu ayədə buyurubdur ki, yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın və harada olursunuzsa olun, Allah sizi bir yerə cəm edəcəkdir. Eynəmə təqunu yə'ti bikumullah cəmiən. Allah Teala hamımızı toplayacaqdır. Çünki Allah hər şeyə qadirdir. Və yaxud da məsələn Quran-ı Kərimdə yəni biz baxırıq ki, Allah Teala həm bizə müəyyən işarələr verir və bu işarələrlə də İmam Zaman Əcəlallah fərəcən haqqında və onun quracağı ki, İslam hakimiyyəti haqqında işarələr, bəyanlar bildirir. İmam Mehdi Əcəlallah fərəcənin bütün dünya hakim olmağı barəsində əsas əhəmiyyətli məsələ, yəni bu həmin ayətlərdir ki, bizə işarələr verir. Təbii ki, Quranda da biri iddia edə bilər ki, yox, aşkar orada deyilmək İmam Zaman ağanın hakimiyyəti. Məsələn, Dövlətül İmam Mehdi. Məsəl üçün, ya deyəsi, məsələn, Cumhuriyyəti, nə bilim, İslam hakimiyyəti. Söhbət ya İmam Mehdi Əcəlallah fərəcənin adı keçsin. Yəni, Quran-ı Kərimdən yaxından uzaqdan anlayış olan təbii ki, bilir ki, Allah Teala'nın bir danışıq tərzi var. İnsanlara başa salmaq, çatdırmaq və insanları təfəkkürə, təzəkkürə, tədəbbürə ki, ağlını, şuurunu işlətməyə
dəvət etdiyi bir üslub var. Və bu üslublardan biridir ki, təbii ki, təfəkkürə çatır. Görürsən, düşünəsən, bu ayədə məqsəd nədir? Yəni, haçan olacaq bu, kim olacaq, bunu kim icraya, kimlər bunu edəcək? Bəli, biz baxırıq ki, Quranın kamil müfəssiri, mütəhhər olan şəxslər ki, Əhl-i Beyt əleyhissalam, bu təfsirlərdə bizə hamısını bəyan edir. Və hətta, belə deyək də, bu rivayətləri belə hətta kənara qoysaq, İmam Zamanın ilahi hakimiyyəti öz təsdiqini tapmış olur bu ayələrdən. İnsafən ki, ondan qeyri ona layiq olacaq heç kəs göstərilə də bilməz. Və Əlləhu Əzizə rəhmətullah aleyh hətta Biharul Ənvarda Bəbül ayətə muavvələ bi qəyimil qaim, bi qiyamil qaim ki, İmam Zaman Cəlala Fərzənin qiyamı haqqında o ayələrin ki, izahları, şərhi, təfsiri bölməsində 77 dənə ayə gətirir və 66 dənə də hədis qeyd edir. Həmçinin biz baxsaq, məsələn, Mu'cam Əhadisil İmam Məhdi Əcəlallah Fərzi kitabında da 5-ci cildində ki, nə qədər rivayətlər nəql olunub və hətta Quran-ı Kərimin 265 ayə müəllif orada İmam Zaman ağanın və onun ümumi mövzusu ilə əlaqədar qeydləri vuraraq təfsirini bəyan eləmişdir. Yəni, imamın hakimiyyətinə təbii ki, dəlalət edən ayələrin hamısı da eyni deyil. Və nəql olunan hədislərin də hamısı təbii ki, mötəbər deyil. Burada aydın məsələdir ki, məsələn, biz baxırıq ki, o rivayətlərin içərisində müəyyən zəif hədislər də var. Və alimlərin də, füqahanın da elm əhlində iş odur ki, zaten onları təhqiq eləsin, ayırsın və onların həqiqi olanlarını götürsünlər. Aydın məsələdir. Və ümumilikdə, yəni bunu bir məlumat olaraq qeyd edirəm ki, inşallah ki, istifadə yararlı olur. Və xülasə biz baxsaq ki, həqiqətən də mənbələrdə İmam Zaman ağanın hakimiyyətin qeyd edilən ayələr ki, zuhuru baş verəcək dövlət, quracaq İslam dövləti ki, haqqı, ədaləti bərpa eləyəcək. Ümumi alimlər onu bir neçə qismə bölüblər. Biri budur ki, İslamın bütün dünya yayılmasından məlumat verir ayələr. Ki, yəni din bütünlükdə bütün yaradılışın hər yerinə əhatə edəcək də, dinsizliyə, nə bilim, öz başınalıq filan, kim necə istəyir, İslamla, dinlə, Allaha qarşı hərəkət edir, belə olmayacaq. Əksinə, hər bir yerdə din hakim kəsiləcək. Ki, məsələn, bu haqda da bir neçə ayətləri buna şahid kimi gətiriblər. Məsələn, biri budur ki, Səhv surəsinin 9-cu ayəsi, Tövbə surəsinin 33-cü ayəsi, Fəth surəsinin 28-ci ayəsi ki, bunları biz əvvəldə qeyd eləmişdik. Yəni, bu xatırlatma olsun deyə qeyd edirlər. Bu ayətlər bizə nəyə çatdırdı? Ümumi din hər yerdə hakim olacaq. Və sonra baxsaq görürük ki, yox, salih bəndələr bir dəstə ayələr deyir ki, salih bəndələr, sırf seçmə hamı yox, salih bəndələr. Salih olmayanlar ola bilməz, salih bəndələr yer üzərində hakim olacaqlar. Burada hansıdır? Ənbiya surəsi 105-i biz qeyd elədik. Ki, yərəsuhə ibadiyə salihun ki, onlar yer üzərində varis olacaqlar. Ki, mahiyyət də budur. Deməli, sonra dedik ki, nədir? Qəsəs surəsi 5-i dedik ki, deməli, zəif düşmüş insanlar, zülm görmüş, məzlum olanlar imamətə gəlib çatacaq və varis olacaqlar. Deməli, bu ayətlərlə bərabər Quran yəni bizə bir mesaj verir ki, bəşər cəmiyyətə rəhbərliyini ki, biz neyəcəyik? Haqqı olanlara qaytaracaq. Bu mütləq bir vəddir. Necə ki, məsələn, biz baxsaq, ayə Musa Aleyhisselamın Bəni İsrailin əhvalatından danışır. Məsələn, Qəsəs surəsi 5, zahiri budur. Və əhvalatı bizə, qissəni bizə çatdırır və Fironla mübarizəsi haqqında nazil olan bir ayə kimi bəyan olur. Amma mahiyyət nədir? Batini təfsir, yəni Quran-ı Kərim elə zahiri mənada ibarət deyil, onun ecazkarlığı möcüzəsi budur ki, Allah bir kəlmə ilə bir zahiri 70 batini, onların da 70 batini və s. ki, mənalar gizlədərək bizə bəyan edir. Və elə ecazkarlıq da buradadır. Allah Teala da bu mübarək ayə ilə çatdırır ki, qissənin, ayənin zahiri bu, Musa Aleyhisselamın qövmü Fironla Allah hadisə ilə əlaqədar olsa da, bilinsin ki, bu mənası da var ki, Əhl-i Beyt əleyhissalamın ki, hakimiyyəti bərpa olacaq. Və onu da kim eləyəcək? O ailənin sonuncusu İmam Mehdi Cəlal Fərəcə. Sonra məsələn, baxdıq ki, Nur surəsi 55 və xilafət
olması, açıq-aşkar salih bəndələrin xilafəti olması yer üzərində qeyd olundu ayətdə. Və bunlar hamısı bizim üçün açıq-aşkar bəlli oldu ki, Allah Taala iman gətirib yaxşı iş görən bir qrup dəstə müsəlmanın, möminin çalışqanlığı nəticəsində bir cəmiyyət quracaq. Cəmiyyət bütün küfr, şirk, nifaq, ədalətsizlik, zülm kimi pisliklərdən təmizlənəcək və salih və sağlam bir cəmiyyət qurulacaq və idarə olunacaq. Və bu cəmiyyətdə yalnız dini dəyərlər üzərindən, yəni idarə olunacaq və qurulacaq ki, əmin-amanlıqda da insanlar yaşaya biləcəklər. Bütün nemətlər zahir olacaq, yer-göy öz ruzisini açacaq, belə deyək, və heç bir gizli heç nə qalmayacaq ümumiyyətlə. Və bir dəstə də ayələr, məsəl üçün, dedik ki, nəyə işarə eləyir? Cəmiyyətdə fəsadın bitməsinə. Məsəl üçün, diqqət eləsək, deməli, Bəqərə surəsinin 193-cü ayəsi ki, Allah Teala buyurur ki, fitnə aradan qalxana qədər və din Allaha məxsus edilənə qədər onlarla vuruşun. Və əgər onlar son qoysalar bu hərəkətlərinə ki, o zaman bunu siz də dayandırın, çünki düşmənçilik ancaq zülm edənlərə qarşıdır. Ki, fələ udvənə illə alə zalimin. Və bir də Ənfal surəsində Allah Teala buyurur ki, fitnə artıq qalmayıb, bütün din yalnız Allaha məxsus olana qədər onlarla vuruşun. Əgər bu işə son qoysalar və Allah onların ki, nə etdiklərini görəndir. Yəni, onlar ki, bu işə son qoyub tövbə edib, yəni əməllərin tərəflərini düzgün seçib düzəltsələr, nəticədə Allah da onun necə əvəzini verəcək. Və bu ayətlər də göstərir ki, həqiqətən də, yəni, fitnə fəsad artıq bitəcək həmin dönəmdə. Fəsad tamamlanacaq və nəticə etibarı ilə artıq həqiqətlər öz yerini tapacaqlar. Və biz ümumi olaraq bu mahiyyət baxımından bu mübarək ayətlərə də baxdıqda şahid oluruq ki, həqiqətən də o ayətlər müjdə verdi insanlara, məsələn, və insanları ilahi hakimiyyətlə ki, sonluqda belə deyək də bir növ bəşarət edici ayətlər olaraq qeyd olunur. Məsələn, biz baxsaq hətta Hədid surəsinin 17-ci ayəsində ki, Allah buyurur, Bismillah, və aləmə ənəlləhə yuhyil ərdi bə'də muhtihə qad bəyyir ləkumul əyətə ləəlləhum təqilun. Və cəmaət, insanlar, yəni bilin ki, Allah Teala torpağa öldükdən sonra təzədən can verir. Ayələr sizə belə açıq-aşkar biz bəyan edirik ki, bəlkə ağlınızı işlədəsiniz. İndi mahiyyət budur ki, bu ayə də yenə biz bunları qeyd etmişdik əvvəldə zaten bəhslərdə. Yəni xülasə ayə nədir? Bizə bir müjdə verir ki, nə olacaq? Allah Teala necə ki ölmüş bir torpağı dirildir, ölmüş bir qəlbi dirildəcək, ölmüş bir cəmiyyəti dirildəcək. Aradan aparılmış Əhl-i Beyt haqqı yenidən bərpa olacaq və s. Bu həqiqətdir və İmam Sadiq əleyhissalam da ki, rivayətlərdə buyurur ki, Yuhyi həlbi ədlil qaim əleyhissalam bə'di muftihə və cəvrül əimməti zülüm və zalil. Ki, Allah Teala zalim hakimlərin zülmlərindən ölən dünyanı İmam Zamanın əcəl və fərəcəhin ədaləti ilə necə bərpa edəcək, dirildəcək ki, mahiyyət budur. Və digər ayətlər də bizə nə göstərdi? Batil aradan gedəcək, haqq gələcək ki, bu batil məhv olmağa məhkumdur. Nəticədə bu imamın gəlişini eləyəcək, batili silib aradan aparacaq. Və yaxud da biz dedik ki, Həd surəsində ayətdə Allah Teala buyurdu ki, o insanları ki, biz yer üzərində yerləşdirsək, sakin eləsək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görərlər, əmr bilməruz, nəhyəni münkər edərlər və bu işlərin sonu da Allaha məxsusdur. Və bunlar da bizə göstərdi ki, həqiqətən də bir dəstə əmr bilməruf, nəhyəni münkər əhli olacaq və salih əməl vacibatda düzgün icra olunacaq ki, bu da kim aid idi? Həzrəti İmam Zaman Əcəlallah fərəcə və ki, sonuncu Məhdi Əcəlallah fərəcənin hakimiyyətinə aiddir. İmam Baqir əleyhissalam da təfsirdə bunu buyurubdur ki, bu Ali Muhammedin imamları və Məhdi haqqındadır və onun
səhabələrinə aid mövzudur. Ki, və digər başqa ayətlər də var ki, həmçinin İmam Zaman Əcəlallah Fərəcəhin qiyam etməsini bəyan edir, açıq-aşkar bildirir ki, məsələn biz baxsaq, görərik ki, Yunus surəsi 48-ci ayə, Nəml surəsi 71, Səba 29, Yasin surəsi 48-ci ayə, Mülk surəsi 25-ci ayə, ki, hətta Leyl 2-ci ayə, Mülk 30-cu ayə, ki, bunlar hamısı nəyə işarə vurur? Məsələn, və yəqullə mətə həzəl və'du in kuntum sadiqin. Əgər doğru deyənsizsə, deyirlər ki, nə vaxt baş verəcək bu dediyiniz? Vaxtın deyir. Və yaxud da uzunə lilləzinə yuqatəlunə bi'ennəhum zulimu və innəllaha alə nasirihim laqadir, ki, zülmü məruz qaldıqlarına görə vuruşanlara izin verilib, Allah onlara kömək etməyə qadirdir. Və yaxud da deyin görək, əgər suyunuz çəkilib getsə, kim sizə axar su gətirə bilər? Ki, and olsun وَالنَّهَارِ İzə təcəllə, işıqlanmaqda olan gündüzə Allah and içir. Bu ayətlər, yəni nə olur? And olsun, məsəl üçün, onu parlaq edən gündüzə və yaxud da nəhayət ki, vəd olunduqları ya əzabı ya da qiyamət günü görəndə onlar kimin məqamının daha biz kimin daha zəif olduqlarını biləcəklər. Ki, ayətləri də göstərir ki, nədir? Həqiqətən də İmam Mehdi Əcəlallah Fərəcəhin hakimiyyətinə ki, aiddir və bir xüsusi gün gələcək ki, bunlar reallaşacaq və çox böyük bir əzəmətli gözəlliklər izhar olacaq. Və aydın məsələdir, eyni zamanda məsələn Quran-ı Kərim belə deyək də konkret zaman kəsiyində müəyyən hadisələr ərəfəsində nazil olan müxtəlif mövzulara diqqət çəkən bir kitab olduğu üçün ayələr bəzən kimisə tərifləyir, bəzən danlayır, belə deyək, məzəmmət eləyir ki, amma qətidir ki, təriflənən və ya məzəmmət edilir insanlar xüsusi keyfiyyətlərinə görə edilirlər. Yəni, xüsusiyyətdə digərlərində olsa, həmin insanlar da tərif yaxud da nə olacaq? Danlaq olacaq. Məsələn, deyək ki, Allah Quran-ı Kərimdə məsələn Firona və Fironun məsəl üçün əhatəsində olanları necə pisləyirsə, onu dəstəkləyənlərə və Musa Aleyhisselamın yanında olanları da tərif edirsə, eyni cürdə o yolu gedən, məsəl üçün deyək ki, həmin qövmün, Bəni İsrail qövmündən də çıxıb Firona tərəf duranları da danlayır. Siz də onların bərabərində siz eyni cərgədə yer tutursunuz, eyni cəzaya malik olursunuz, onlarla şəriksiz. Musa Aleyhisselamın tərəfində duranları da tərif edərək nə deyir? Yəni, mənası budur ki, onlara da o söz şamildir, aiddir. Yəni, bu kimi mübarək ayələrə Əhl-i Beyt Əleyhisselamın hədislərində məsumlara, onların əshabına, onlara yardım edənlərə, düşmənlərinə ki, aid edilib, təfsir edilibdir ki, bu ayənin zahiri mənası, bunlar isə batili mənaları və s. Ki, ona görə də bu baxımdan da heç bir irad müşkül yoxdur. Əksinə ayələrin həqiqətini biz üçün tamamilə gözəl bir şəkildə açıq bəyan edirlər. Və bəzi hədislərdə görürsən ki, Quran ayələrinin bu formada tətbiqi İmam Zaman Əcəlallah Fərəcəhin əshabına aid olur. Yəni, İmam Mehdinin Əcəlallah Fərəcəhin özünə aid edilən ayələri ki, biz məsəl üçün qeyd elədik və səhabələri haqqında olan ayələrdə biz baxsaq görürük ki, onların da müəyyən xüsusiyyətləri, ki, əməl etdikləri, məsəl üçün Quranda ilahi bir qanunları bəyan edən ayələr nümunəsi kimi qəbul olunur. Və İmam Zaman Əcəlallah Fərəcəhin səhabələri haqqında bir neçə, belə deyək ki, formada rivayətlərlə qarşılaşırıq araşdıran zaman. Məsələn, görürük ki, bir dəstə rivayətlər deyir ki, İmam Mehdi Əcəlallah Fərəcəhin səhabələri Allahın bir himayəsində olan bir dəstədir və Allah Təbarək və Teala müəyyən bir zamanda onları yer üzünün bir nöqtəsində də olsa, harda olsa bir yerə cəm edəcək və ki, onları cəm etdikdən sonra imamın köməyində qərar verəcək. Ki, məsələn, bu baxımdan biz görürük ki, həqiqətdə də Allah Təbarək və Teala xüsusi bir qeyd vurur. Və ayələrin təfsirlərində də hətta bunlara toxunduq. Ona görə uzunçuluq olsun demirəm. Və bir dəstə rivayətlərdə görürük ki, imamın səhabələrinin xüsusiyyətləri deyilir. Ki, hədislərdə də ayələrin məzmununda işarə olunan bəzi xüsusiyyətlər nədir? İmam zamanının səhabələrinə aid olunur. Ki, qüdrətləri var, salih bəndədirlər, zülmə məruz qalıblar, xeyir işləri aşkara çıxarandılar, Allahı sevəndilər, imtihana çəkiliblər və s. Ki,
Və yaxud da bir dəstə rivayətlər var, görürük ki, İmam Zaman Əzrəla Fərəcəhin səhabələrinin fəaliyyətini təsəvvür edir bizlər üçün. O hədislər, rivayətlər. Ki, səhabələrin şəxsi fərdi keyfiyyətlərini, onların ictimai xüsusiyyətlərini aşkarlayır. Məsələn, deyək ki, mücahiddirlər. Məsələn, rivayətlərdə gəlir ki, onlar mücahid olarlar. Və yaxud da məsəl üçün yücahidunə fi səbilillah ayəsi haqqında ki, məsəl üçün vəsf olunubdur ki, nədir? İmam Zaman Əzrəla Fərəcəhin əshabına aiddir. Məsələn, Allah yolunda əzaba düçar olurlar ki, çox bəla görürlər. Və həmçinin nədir? Haqqı bərpa edən sifətinə malikdirlər. Məsələn, Həc surəsinin 41-ci ayəsində də məzmununda qeyd olunur ki, İmam Zaman Əzrəla Fərəcəhin haqqında, səhabələri haqqında daha doğrusu, onlar yer üzərinin sahib olandan sonra həmin ayda deyilən kimi vəzifələrini yerinə yetirib haqqı bərpa edəcəklər. Mahiyyət də budur. Deməli, bütün bu baxdıqlarımız, oxuduqlarımız, hədislərin hamısı nəzərə alsaq, deyərik ki, İmam Zaman Əzrəla Fərəcə zühur edən zaman onun vasitəsilə salih bəndələr yer üzərində hakim olacaq və öz hədəflərinə, ilahi dəyərlər üzərində ki, nail olacaqlar. Velhamdülillah Rabbil alemin.